Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Afaq Bəşir qızı görmə funksiyasında olan problemə görə əməliyyat olunub. O əməliyyatdan sonra səhhətindən danışıb. Xalq artisti bildirib ki, artıq görməsi tam bərpa olub. Gözlərində problemlər var idi. Demək olar ki, görmürdüm. Çox sağ olsun Azərbaycanın dəyərli savadlı həkimləri. Məni əməliyyat etdilər. Bugün artıq sarğılarım açılıb və demək olar ki, görməyim tam bərpa olub. Onlardan çox razıyam. Hər şey yaxşıdır. Diqqətinizə görə təşəkkür edirəm. Tanınmış iş adamı Rüfət Şirinovun qızı qəfil vəfat edib. Xəbər verilir ki, biznesmenin kiçik qızı 29 yaşlı Fidan Şirinova qəfil ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki, Fidan özəl şirkətlərdən birində çalışırmış. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik.